Biologiya Dim 2-ci hissə testindən enerjisi mübadilənin testləri ilə tanış olaq. 25-ci sual. Qlikoliz nəticəsində 180 qram qlukozanın parçalanmasından ayrılan enerjinin nə qədəri ATF şəklində hüceyrədə toplanılar, saxlanılır? Bildiyimiz kimi, qlikoliz prosesi energetik mübadilənin ikinci mərhələsidir və energetik mübadilənin ikinci mərhələsinin tənliyini yazsaq, 1 molekul qlukoza üstə gələ 2 molekul ADF, üstə gələ 2 molekul fosfat turşusu, əmələ gəlir 2 molekul süd turşusu, ümumi tənliyimiz belədir, 2 molekul su, 200 kilojol enerji və 2 molekul ATF yaranmış olur. Bizə deyir 180 qram. Bəli, kütləni hesablasaq, elə qlukozanın kütləsi həmişə 180 qramdır. Deməli, 180 qramın nə qədəri ATF-də toplanar? Biz bilirik ki, 200 kilojolun 80 kilojolusu gedir ATF-in içərisində toplanır. 120 kilojolu isə istilik şəklində xaric olmuş olur. Elə burada cavabımız olur 80 kilojol. Növbəti sual 39-cu sual. Oksigenli parçalanma nəticəsində ATF sintetaza fermentinin kanalından hansı hissəciklər hansı istiqamətdə keçər? Oksigenli mərhələni yadımıza salaq. Əvvəlki dərsimizdə mitoxondri idi. Daxili membranı qırışlı krislər adlanırdı. İçində matriks mayesi var idi. Və deyirdik ki, hidroliz nəticəsində, yəni süd turşusunun hidrolizi nəticəsində yaranan hidrogen öz elektronlarını itirərək müsbət yüklənir. Elektronlarını kimə verirdi? Oksigenə. Və hidrogenlər harada düzülmüş olurdu? Daxili membranın xaricində. Onlar proton kanalından ora keçməyiblər. Onları xüsusi fermentlər ora aparır. Buradakı elektronu alan oksigenlər isə düzülürdü harda? Daxili membranın daxilində düzülürdü. Və potensiallar fərqi 200 millivolta çatanda deyirdi ki, buradan nə açılırdı? Proton kanalı açılırdı. Proton kanalı açılırdı. Və hidrogenlər sürətlə hara doğru hərəkət edirdilər? Daxili membranın daxilinə tərəf hərəkət edirdilər. Deməli, düzgün cavabımız olur B variantı. Növbəti sualımız 45-ci sual. 6 mol süd turşusunun tam oksidləşdikdə neçə mol ATF alınır? Bu, tam oksidləşmə, yəni oksigenli mərhələdə. Tam oksidləşəndə süd turşusu 2 molekul süd turşusu, yəni bu 3-cü mərhələnin reaksiyasıdır. Bildiyimiz kimi 2600 kilojol enerji yaranır və 36 molekul ATF yaranır. Burada indi tənliyi belə qursaq, yəni ki, tənasübü 2 mol süd turşusu oksidləşəndə 36 mol ATF əmələ gəlirsə, bəs 6 mol oksidləşəndə nə qədər əmələ gələr? Əlbəttə ki, 108 mol. Yəni cavabımız B variantı. Növbəti sual, 47-ci sual. 63 qram glukozanın natamam, yəni oksigensiz glikoliz mərhələsinə aiddir parçalanmasına nə qədər enerji ayrılır? Yenə də tənasüb kimi həll eləyək, yəni kimyəvi reaksiya kimi. 180 qram glukoza parçalananda nə qədər enerji ayrılır? 200 kilojol enerji ayrılır, düzdürmü? 63 qram parçalananda isə X, yəni tənasübü belə yazırıq. 180 qram parçalananda 200 kilojol enerji ayrılır. 63 qram parçalananda isə X. X da buradan bərabərdir 70 kilojola. B variantı. Növbəti sual 49-cu sual. Glikoliz nəticəsində prosesində 2520 qram ATF sintez olunması üçün neçə qram glukoza parçalanır? ATF-in nisbi molekul kütləsi 504-dür. Bizim oksigensiz reaksiyamızda 2 molekul ATF yaranıb. Yəni 504 vurulsun 2, o da bərabərliyir 1008-ə. Yəni 1008 atom kütlə vahidi ATF yaranıbdır. İndi bizə deyir ki, neçə qram glukoza parçalanar? Biz bilirik ki, 180 qram, yəni glukozanın kütləsi 180 qramdır. 180 qram parçalananda 1008 ATF eləyirsə qram, 2520 qram ATF neçə qram glukozanın parçalanmasından alınmışdır? X da buradan bərabərdir 450, yəni Y variantı. Növbəti sual 57-ci sual. Deyir 12 mol hidrogen kationunun mitoxondri membranından ATF sintetaza fermenti kanalından keçərək nə qədər enerji ayırar və neçə mol ATF əmələ gələr?
Hidrogenlər ATF sintetaza kanalından keçəndə bildiyimiz ki, enerji əmələ gəlir və o enerjidən, yəni orada yaranan enerjidən ADF-dən ATF sintez olunur. İndi bizim kitabımızda verilən tənlik var. Biz bilirik ki, daha doğrusu reaksiya var ki, bir molekulu süd turşusu 3 molekul su ilə, keçən dərsimizdə bunu demişdik, hidrolizə uğrayanda 3 molekul karbon qazı və 12 hidrogen yaranır. Amma bizim oksigensiz, daha doğrusu oksigenli mərhələnin tənliyində bu 2 molekul, harada da 2 molekul süd turşusu verilibdir. Burada amma mən 1 molekulunu izah eləmişdim. Ona görə 1 molekul parçalananda 12 hidrogen keçəndə enerji yaranırsa, bizim tənliyimizdə 2 molekul olduğuna görə bu olasıdır neçə? 24 hidrogen. Deməli, 2 molekul süd turşusu parçalanması 24 hidrogenə bərabərdir. Yəni, onda belə yazırıq ki, 24 hidrogen proton kanalından keçəndə 36 ATF yaranırsa, 12 keçəndə X. X də bərabərdir. X də bərabərdir 18 mol ATF. Enerji isə 2600 kilojoule enerji yaranırdısa, burada 2600 kilojoule enerji yaranırdısa, onun da yarısı, yəni 1300'ü yaranmış olur. Növbəti sual 58-ci sual. Oksigenli parçalanma zamanı 5 mol glukozadan alınan ATF molekulları. Birinci bura qədər işləyək. Deməli, biz bilirik ki, 1 mol glukoza parçalananda, oksigenli parçalanmadan, yəni 3-cü mərhələdən gedir söhbət, 36 molekul ATF yaranır. Bəs yaxşı 5 mol parçalananda nə qədər yaranır? X bərabərdir 180 qram, 180 mol daha doğrusu ATF. İndi deyir ki, neçə mol, yəni bu qədər ATF neçə mol glukozanın oksigensiz parçalanması nəticəsində alına bilər? İndi oksigensiz mərhələyə gedək. Yazırıq 1 mol glukoza parçalananda 2 mol ATF yaranırmı? Bəs 180 mol ATF parçalanan, 180 mol ATF neçə mol glukozanın parçalanmasından əmələ gəlmiş olar? X də bərabərdir 90 mol glukoza. Yəni Y variantı. 61-ci sual. Energetik mübadilənin oksigenli parçalanma mərhələsində 67,2 litr oksigen sərf olunmuşsa, deməli biz oksigeni yazırıq 6 vurulsun 22,4 litr. Yuxarısına da yazırıq 67,2 litr oksigen. Bəs bizə deyir ki, neçə mol ATF sintez olunub? Onda tənasibi belə quraq. 6 vurulsun 22,4 litr oksigen əmələ gələndə 36 ATF yaranıbsa, 67,2 litr sərf olunan zaman nə qədər ATF əmələ gələr? X də bərabərdir 18 mol ATF. 62-ci sual. Glukozanın oksigenli parçalanması zamanı ATF sintetaza fermentinin kanalından 6 hidrogen kationu keçərkən neçə molekul ATF sintez olunar? Yenə də deyək ki, 24 keçəndə 36 ATF sintez olunursa, bəs 6 keçəndə nə qədər sintez olunar? 9 mol ATF sintez olunmuş olar. B variantı.